narkotikla patını mənə ilk dəfə qardaşım. Evdə elə uşaqlara əsəbləşmişdim. Qardaşım gəldi dedi ki, bəs nə olub da səsini götürüb ailəmə, nəyə qışqırırsan? Dedim, görmürsən, bəs uşaqlar bir yanına, nə mama bir yanına. Mən qayıtdı ki, kəsəvdən saçləşdirici bir şey verəcəm. İstifadə edir. Gətirdim mən falqa, falqanın içindən əridilmiş kakos. Gətirdi, verdi, çəkdi onu. Onu çəkəndən sonra elə bildim ki, elə bir dünyada bir də məndən başqa, yəni yaxşı adam yoxdur. Ay başladı mənim fikirlərimi dəyişməyə. Yəni uşaqlarıma qarşı bayaqları nətər idim, indi necə oldum kakos çəkəndən sonra. Özümü 7-ci qat, göyün 7-ci qatında sevdim ki, yəni mənim üçün dünyamda, yəni günü hər gün bunu eləyəcəm. Başladım qardaşımla hər gün istəməyə ki, yəni mənə hər gün deyil də bunu mən istifadə edim. O mənə bir gün elə belə verdi, 2 gün elə belə, 3 gün elə belə, 4 gün, 5 gün axırda mənə qayıtdı ki, sən başın xarabdır, mən bu pulla alıram. Mən də başladım hər gün bunun istifadəsinə görə başladım pul verməyə. Mənə düz qıraqda mənə dedilər ki, bu səbunun ağrıları var, sənin ağrıların olur. O mənə çatmırdı. Çünki təzə başlamışdım deyənə. Hər gün istifadə edənlər mənə ağrılar da çatmırdı ki, mənim ağrılarım oldu. Sonra günü-günə hər gün istifadə edərək də baxdım ki, mənim belimdə ağrılar var. Mən yəni neqativ oluram, aqressiv oluram uşaqlarıma qarşı. Mənim davranışım dəyişir uşaqlarıma qarşı, anama qarşı. Anama cavab qaytarmayım, mən anama elə söz dedim. Yazı arvadım ki, qaralamışdım kanka. Bilirdim də ki, narkotik var, narkotik belədir. Özüm yəni o gəl istifadə eləməz. Narkotik adamı çox pis, yəni uçurum aparır. Narkotik eləməyin axı türmədir, nə bilim, xəstəxanadır, ölümdür. Bir dəqiqə müalicə alıram, yəni çox sevinirəm də müalicə almağımda. Müalicə aldıqca mən həyatın gözəlliyini başa düşürəm, mən elədiyim səhvləri başa düşürəm. Mən anama qarşı bulduğum travmaları başa düşürəm ki, mən həqiqətən həyatda çox böyük səhv eləmişəm. Mən uşaqlarıma qarşı, qoçun uşaqlarım var, mən onları indi anlayıram ki, narkotik mənə görə nə gün olmuşdu. Yəni özümü tanıdıqca mən narkotika nifrətim daha da artır ki, yəni narkotik eləməyim, narkotiklə həyat deyil.